Salam. Bugünkü təhlilimizdə sizinlə Azərbaycan Respublikası Konstitusiyasının çox vacib bir hissəsinə birlikdə baxacaq. Söhbət 4-cü fəsildən gedir, yəni vətəndaşların əsas vəzifələrindən. Əlimizdəki mənbə də elə bu fəsildən çıxarışlardır. Bəli, salam. Bu fəsil həqiqətən də hüquqlarla yanaşı məsuliyyətlərimizi də müəyyən edən təməl sənəddir. Aynən. Məqsədimiz də bilirsiniz, sadəcə maddələri bir-bir oxumaq deyil. Çalışacaq ki, onların məğzini anlayaq. Bu vəzifələr nə üçün var? Sizin hüquqlarınızla necə əlaqələnir? Və gündəlik həyatımıza təsiri nədir? Dövlət, cəmiyyət münasibətlərini necə formalaşdırır? Bunlar vacib suallardır. Elədir. Gəlin elə başlayaq birinci maddədən, yəni maddə 72-dən. Bu sanki bütün fəslin açarı kimidir. Deyir ki, hər kəsin dövlət və cəmiyyət qarşısında vəzifələri var. Və bu vəzifələr birbaşa onun hüquq və azadlıqlarından irəli gəlir. Çox maraqlı bağlantıdır, deyilmi? Bəli, tamamilə. Bu çox fundamental bir prinsipdir əslində. Yəni, Konstitusiya bizə deyir ki, hüquqlarınız varsa, deməli müəyyən vəzifələriniz də var. Bunlar bir-birindən ayrı deyil. Bir medalın iki yüzü kimi. Elədir, təxminən elə. Hüquqlardan istifadə etmək eyni zamanda məsuliyyət daşımaq deməkdir. Amma baxın, burada çox vacib bir məqam var. Maddə 72-nin birinci hissəsində deyir ki, vəzifələr yalnız konstitusiya ilə və ya qanunla qoyula bilər. Bax, bu yalnız sözü kritikdir. Hə, bu yəqin ki, vətəndaşı qoruyan bir şeydir. Yəni, kimsə durub qanunsuz bir tələb irəli sürə bilməz. Əlbəttə, bu çox mühüm bir təminatdır. Heç bir dövlət orqanı, heç bir məmur sizdən qanunda olmayan bir şeyi tələb edə bilməz. Və maraqlıdır ki, bu dəqiq ifadə yalnız konstitusiya ilə və ya qanunla məhz 2009-cu ildə konstitusiyaya əlavə olunub. Bu, hüquqi müəyyənliyi gücləndirir. Deməli, bu həm də dövlətin özünün səlahiyyətlərinə bir məhdudiyyətdir. İstədiyi vəzifəni qoya bilməz. Məhz belə. Hüquqi dövlət prinsipinin təzahürlərindən biridir. Vəzifənin mənbəyi bəlli olmalıdır. Ya konstitusiya, ya qanun. Vəssalam. Sonra ikinci hissə gəlir. O da çox ümumi, amma vacib bir qaydadır. Hansı ki, hər kəs konstitusiyaya və qanunlara əməl etməli, başqalarına hüquq və azadlıqlarına hörmət bəsləməlidir. Bu, yəqin ki, birgə yaşayışın əlifbasıdır. Tamamilə. Əgər hamı buna əməl etsə, cəmiyyətdə çox problem öz həllini tapar, elə deyilmi? Nizam, intizam, qarşılıqlı hörmət, bunlar təməldir. Bəs üçüncü hissə, o məşhur ifadə, qanunu bilməmək məsuliyyətdən azad etmir. Bunu tez-tez eşidirik, amma konstitusiyada olmasının xüsusi çəkisi var. Əlbəttə var. Bu, çox qədim, universal hüquq prinsipidir. Konstitusiyada təsbit olunması o deməkdir ki, xəbərim yox idi, bilmirdim deməklə məsuliyyətdən qaçmaq mümkün deyil. Bu, həm də, belə deyək, hər bir vətəndaşı aktiv olmağa çağırır. Öz hüquqlarınla, vəzifələrinlə maraqlan, öyrən. Yəni, məlumatlı olmaq həm də bir vətəndaşlıq məsuliyyətidir dolayısıyla. Bir növ, bəli. Məlumatlı vətəndaş həm özünü daha yaxşı qoruyur, həm də cəmiyyətə daha faydalı olur. Pasiv yox, aktiv mövqe tutur. Aydın oldu. Deməli, təməl prinsipləri başa düşdük. Vəzifələr hüquqlardan doğur, yalnız qanunla təyin edilir, qanuna və başqalarına hörmət şərtdir, bilməmək isə bəhanə deyil. İndi gələk daha konkret məsələlərə. Maddə 73. Vergilər və digər dövlət ödənişləri. Bu, yəqin dövlətlə ən maddi təmas nöqtəmizdir. Hə, çox praktik və həyati bir vəzifədir. Maddə 73-ün birinci hissəsi bunu çox aydın qoyur. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam, vaxtında ödəmək hər kəsin borcudur. Səbəbi də aydındır. Dövlətin fəaliyyəti üçün maliyyə lazımdır. Təhlükəsizlik, təhsil, səhiyyə, infrastruktur, bunların hamısı vəsait tələb edir. Vergilər də bu vəsaitin əsas mənbəyidir. Bəli, bu bir növ dövlətin bizə göstərdiyi və ya göstərməli olduğu xidmətlər üçün bizim kollektiv töhfəmizdir. Bəs o, başqa dövlət ödənişləri nədir? Vergi aydındır, amma bu başqa ödənişlərə nələr daxil ola bilər? Ora müxtəlif şeylər daxil ola bilər. Məsələn, dövlət rüsumları. Nəsə qeydiyyatdan keçirəndə, lisenziya alanda ödədiyimiz pullar, sosial sığorta haqları da bura aid edilə bilər. Əsas məsələ odur ki, bunların hamısı mütləq və mütləq qanunla müəyyən edilməlidir. Və burada da maddə 73-ün ikinci hissəsi o təminatı verir. Hansı təminatı? Oxşar prinsipdir, maddə 72 ilə. Heç kəs qanunda olmayan əsaslarla və ya qanunda göstərilən həcmdən artıq ödəməyə məcbur edilə bilməz.
Yenə də bu, vətəndaşı dövlətin maliyyə sahəsindəki potensial özbaşınalıqdan qoruyur. Vergi yükü əsassız artırıla bilməz, hər şey qanun çərçivəsində olmalıdır. Bu təminatların konstitusiya səviyyəsində olması çox önəmlidir həqiqətən. Yaxşı, keçək maddə 74-ə. Bu biraz daha fərqli mövzudur sanki. Vətənə sədaqət müqəddəsdir. Çox güclü, lakonik ifadədir. Bu, sırf hüquqdan çox mənəvi bir çağırış kimi səslənir. Bəli, çox dərin mənası var. Vətəndaşın öz ölkəsinə, dövlətinə bağlılığını ifadə edir. Amma bunun hüquqi tərəfləri də var, xüsusən dövlət qulluqçuları üçün. Maddənin ikinci hissəsi deyir ki, qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarında işləyənlər vəzifələrini dürüst, layiqincə yerinə yetirməyə borcludurlar və müəyyən hallarda and içirlər. O and içmə mərasimlərini gəlmişik. Bu and sadəcə formal bir şey deyil deməli. Qətiyyən, hüquqi nəticələri olan bir öhdəlikdir. And içən şəxs dövlətə, konstitusiyaya, qanunlara sadiq qalacağına söz verir. Və əgər pozularsa, üçüncü hissə çox sərtdir. Deyir ki, əgər and içmiş şəxs dövlətə qarşı cinayətdə, məsələn, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə ittiham olunub, məhkum edilərsə, o vəzifədən azad edilmiş sayılır və bir daha həmin vəzifəni tuta bilməz. Bu çox ciddidir. Həqiqətən də çox ciddidir. Bu göstərir ki, dövlət vəzifəsi, xüsusilə and tələb edən vəzifələr nə qədər yüksək etimad və məsuliyyət deməkdir. Bu etimadı ən ağır şəkildə pozan, yəni dövlətin özünə qarşı cinayət törədən şəxs o etimadı və vəzifəni birdəfəli yitirir. Bu həm cəzadır, həm də başqaları üçün çəkindirici bir siqnaldır. Aydın oldu. Vətənə sədaqətdən sonra maddə 75 dövlət rəmzlərinə toxunur. Bayraq, gerb, himn, bunlara hörmət etmək də bir vəzifədir. Bəli, çünki bu rəmzlər sadəcə şəkil, musiqi deyil. Onlar dövlətin suverenliyini, müstəqilliyini, xalqın birliyini təcəssüm etdirir. Rəmzlərə hörmət əslində onların təmsil etdiyi dəyərlərə, dövlətə, millətə, tarixə hörmət deməkdir. Və burada da deyəsən bir yenilik var 2009-dan. Düzdür. 2009-cu il referendumunda maddə 75-ə ikinci hissə əlavə olundu. Təsbit edildi ki, dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni bu, artıq sadəcə mənəvi bir tələb deyil, hüquqi nəticəsi də var. Qanunvericilik konkret olaraq hansı hərəkətlərin hörmətsizlik sayıldığını və cəzasını müəyyən edir. Deməli, simvolik olsa da hüquqi çərçivəsi möhkəmləndirilib. İndi gələk ən klassik vəzifələrdən birinə yəqin ki, maddə 76. Vətənin müdafiəsi. Vətənin müdafiə hər bir vətəndaşın borcudur. Çox aydın bir mənalı bir cümlə. Bir prinsip olub. Dövlət səni qoruyur, sən də lazım gələndə dövləti, vətəni müdafiə edirsən. Konstitusiya bunu hər kəsin borcu kimi təsbit edir və deyir ki, vətəndaşlar qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçirirlər. Artıq detallar, forma, müddət, qaydalar xüsusi qanunlarla tənzimlənir. Amma burada çox maraqlı bir istisna da var. İkinci hissə. Deyir ki, əgər vətəndaşın əqidəsi həqiqi hərbi xidmətə ziddirsə, qanunla müəyyən edilmiş hallarda hərbi xidmət alternativ xidmətlə əvəz oluna bilər. Bu nə deməkdir tam olaraq? Məsələn, dini baxışlarına görə silah götürmək istəməyən biri üçün. Prinsipcə bəli, məhz bu cür hallar nəzərdə tutulur. Bu norma bir tərəfdən dövlətin müdafiəyə ehtiyacı, digər tərəfdənsə fərdin vicdan azadlığı hüququ arasında bir balans yaratmağa çalışır. Bir çox demokratik ölkələrdə bu var. Əgər şəxsin əqidəsi, dini, mənəvi, pasifist inancları ona silahlı xidmətdə iştiraki imkan vermirsə, qanun ona alternativ, qeyri-hərbi xarakterli ictimai faydalı iş təklif edə bilər. Amma orada qanunla müəyyən edilmiş hallarda deyir. Yəni bunun üçün ayrıca bir qanun olmalıdır. Tamamilə doğrudur. Konstitusiya prinsipi qoyur, amma onun tətbiqi üçün ayrıca bir qanun lazımdır. O qanun müəyyən etməlidir ki, hansı əqidələr əsas sayılır, alternativ xidmət nədir, müddəti nə qədərdir və s. Bu qanunun olması və işləməsi həmin hüququn reallaşması üçün çox vacibdir. Çox maraqlı bir balansdır həqiqətən. Həm vətənin müdafiəsi ümumi borcdur, həm də fərdi əqidələrə müəyyən hörmət var. Növbəti iki maddə 77 və 78 bizim ortaq sərvətlərimizlə bağlıdır. Tarix və mədəniyyət abidələrini qorumaq və ətraf mühiti qorumaq. Bəli, bu iki maddədə vətəndaşlıq məsuliyyətini vurğulayır. Vətəndaş olmaq təkcə pasport daşımaq deyil,
həm də yaşadığın yerin tarixinə, mədəni irsinə, təbiətinə sahib çıxmaqdır. Və burada da diqqət çəkən məqam odur ki, bu vəzifə təkcə dövlətə aid deyil. Deyir ki, hər bir şəxsin borcudur. Aha, yəni o hər bir şəxs ifadəsi. Bəli, yəni hər birimiz məsuliyyət daşıyırıq. Yanımızdakı tarixi binanın uçurulmasına, meşənin qırılmasına, çayın zibillənməsinə biganə qalmamalıyıq. Bu təkcə bugünkü günümüz üçün deyil, gələcək nəsillər qarşısında da bir öhdəlikdir. Bu maddələr deyir ki, biz bu sərvətlərin həm də qoruyucularıyıq. Bu fərdi məsuliyyət hissi çox önəmlidir. Yaxşı, gəldik maddə 79-a, bu da mənə elə gəlir çox güclü bir təminatdır. Heç kəs Azərbaycan Respublikasının konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Bəli, bu əslində maddə 72-dəki prinsipin vəzifələrin yalnız qanunla qoyula biləcəyi prinsipinin birbaşa məntiqi nəticəsidir. Bu maddə sizə çox aydın bir hüquq verir. Əgər sizə verilən hər hansıdır əmr, tapşırıq, tələb qanuna ziddirsə, siz onu yerinə yetirməkdən imtina edə bilərsiniz və etməlisiniz də. Yəni, mənə əmr verdilər demək həmişə bəhanə olmaya bilər, əgər əmr qanunsuzdusa. Məhz belə. Bu, vətəndaşı qanunsuzluğa alət olmaqdan qoruyan çox vacib bir mexanizmdir. Xüsusilə də vəzifəli şəxslərin qanunsuz əmrləri qarşısında. Sizin birinci öhdəliyiniz qanun qarşısındadır, qanunsuz əmr qarşısında deyil. Çox aydın oldu. Bu qanunun aliliyini bir daha təsdiqləyir və nəhayət bu fəsli bağlayan maddə 80, məsuliyyət. Qısaca deyir ki, konstitusiya və qanunları pozmaq, hüquqlardan sui-istifadə etmək və ya vəzifələri yerinə yetirməmək, bunlar hamısı qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Bəli, bu maddə bütün sistemi, belə deyək, tamamlayır. Zəncirvari bir əlaqədir. Hüquqlar var, onlardan doğan vəzifələr var və bu vəzifələr yerinə yetirilməyəndə və ya hüquqlar pozulanda bunun bir nəticəsi, yəni məsuliyyət ortaya çıxır. Bu məsuliyyət pozuntunun ağırlığından asılı olaraq müxtəlif ola bilər. İntizam, inzibati, mülki, hətta cinayət məsuliyyəti. Məsuliyyət olmasa, hüquq və vəzifələr kağız üzərində qalar. Məsuliyyət mexanizmi bu qaydaları işlək hala gətirir. Tamamilə. Məhz məsuliyyət təhlükəsi insanları qaydalara əməl etməyə sövq edən əsas faktorlardan biridir. Bu, hüquqi dövlətin və nizamlı cəmiyyətin təməlidir. Eləliklə, Konstitusiyanın 4-cü fəslinin əsas məqamlarına toxunduq. Gördüyünüz kimi, vətəndaşların vəzifələri kifayət qədər geniş bir spektri əhatə edir. Qanunlara riayət etməkdən, vergi ödəməyə, vətənə sədaqətdən, rəmzlərə hörmətə, vətənin müdafiəsindən, tarixi irsi, ətraf mühiti qorumağa qədər. Amma vacib olan odur ki, bu vəzifələr sizin konstitusiyadakı hüquqlarınızla birbaşa bağlıdır. Və eyni zamanda konstitusiya özü də sizi qanunsuz tələblərdən qoruyur. Yəni, vəzifələr yalnız qanunla qoyula bilər, qanuna zidd vəzifəni icra etməyə məcbur deyilsiniz. Məhz bu balans, hüquqlar, vəzifələr və onları qoruyan təminatlar normal bir dövlət-vətəndaş münasibətinin əsası olmalıdır. Bəs siz, əziz dinləyicilər, siz necə düşünürsünüz? Bu konstitusiya maddələrində yazılan vəzifələr sizin gündəlik həyatınızda, cəmiyyətlə, dövlətlə münasibətlərinizdə özünü necə büruzə verir? Bu vəzifələrin fərqində olmaq sizin davranışlarınıza, qərarlarınıza təsir edirmi? Və bəlkə də daha dərin bir sual. Bu normalar kağız üzərində yazıldığı kimi real həyatda, cəmiyyətin ümumi əxlaqında, insanların bir-birinə, dövlətə münasibətində nə dərəcədə yaşayır? Vətəndaşların bu vəzifələrə şuurlu yanaşması, yaxud laqeydliyi cəmiyyətin ümumi durumuna, inkişafına, hətta milli kimliyin qorunmasına necə təsir göstərir? Bu barədə düşünmək məncə çox faydalı olardı. Bəlkə də bu vəzifələrin sadəcə hüquqi yox, həm də dərin mənəvi və ictimai tərəfləri var.